Ha, deməli axşamınız xeyir olsun. Bizdə kolleksiyadan doğrusu girdik. Məhəmməd səsin sənə normal gəlir. Məhəmməd bir şey deyim sənin üçün. Bu kolleksiya mövzusu sıfırdan başlayıram da. Yeni mövzudur ki, yəni zəncirvarı deyil, o işlərə bağlı deyil. Ona görürsən bu mövzuya sən diqqətlə qulaq as. Yəni, keçən dəfə sən buraxdığın mövzular ki var, onunla çox güclü əlaqəsi yoxdur. Ona görə diqqətlə qulaq assan başa düşəcəksən ki, bir də sənin üçün nə variant düşünmüşəm? Gələn həftədən bizdə əlavə dərslər olacaq. Sən də o dərsləri dəvət edəcəksən. Geri qaldığın mövzular o əlavə dərslərdə üstündən keçəcək, tamam, bir yerdə. Okay, super. Bu dərs prosta deyib ki, yeni dərs kimi başlayır. Çünki bu dərsin o bir dərslə çox güclü əlaqəsi yoxdur. Diqqətlə baxsan, tutacaqsan hamısını, izah edəcəm. Dərsimizin adı collectionlardır. Collectionlar nə deməkdir? Collection nə deməkdir? Toplu demək. Yəni bir dəst. Gəlirəm bura, collections Java. Collections Java yazanda şəkillərə kilsəyə. Bunu görürsünüz. Olsun. Bunlar hamısı bunlar nədir? Collection. Yəni bir neçə strukturdan ibarət bir dənə data yığılmış ki, collectionlar sayılır. Biz gəlirik bura, yazıyıq. Collectionların içində nələr var? Buradan baxaq. Və ən yuxarıda bir, bunlar hamısı klasslardır. Bunlar hamısı klasslardır. Yaşıl interfeyslərdir. Bunlar klasslar. Narıncı var. Biz bugün keçəcəyimiz mövzu var. List olacaq. Array list olacaq. Linked list. Bu üçü set olacaq. Hashtag linked hashtag. Sol və sağ tərəfə keçəcək. O üç dənəsini buradan, ikisini də buradan. Üç dənəsini də buradan. 6 dənə collectionların arqumentlərini keçəcək. Şimdi başlayalım. Gəlirəm. Bax, nəticəsiz. Bax, hal-hazırda collections'dır. Product array. Mobile array collections. Collection'ın məsələsi nəyə görə lazımdır? Birinci onu izah edeyim. Bax, simple düşürəm aşağıya. Üç dənə şey yazdım. Customer 1, yəni müştəri 1, müştəri 2, müştəri 3. 2, bir də müştəri 3. Və hal-hazırda mən onları nə edirəm? Bir dənə nəyin için yığıram? Array massivin içinə yığıram. Gəlirəm array massivi yaradıram. O massiv yazıram burada customers bərabərdir. Bu array necə işləyir bizdə? Manual olaraq dəyərlər ötürülür. Məsələn, mən bura nə ötürürsəm? Customer 1, Customer 2, Customer 3'ü daha ötürülüb massivin içinə. Tipləri nədir? Stringdir. Onun da tipi nədir? Stringdir. Deməli, həqiqətən içinə ötürə bilərəm. Burada integer olsaydı, xəta olardı. Çünki mən də integer gözləyirəm, amma içərisində götürmüşəm. Çünki bunların tipləri nədir? String. Bunlar string gözlədiyim üçün hər şey okey. Sən girib bura, nə deməsin? Customer üçün 4'ə əlavə edilməsin, manual olaraq aşağı. Gedib burada əlavə edəsən. Gəlirsən bura, Customer atıram 4 yazarsan. Customer 4 elə əlavə edəsən. Görsən manual yaddaş ölçüsünü dəyişdirməli olursan. Başqa variantın olur. Məcbur dəyişirsən yaddaş ölçüsünü. Bu nədir? Bu collectionlardır. Amma manual artırılan collection. Yəni array. Bu arraydir. Biz keçəcəyik həqiqətən. Bunun daha asan versiyasını da bunu yazdım. Customer'ları verir. Simple düşüb burada for string customers verir. Bunları ekrana verə bilirəm. Çapa versən 2 də ekrana çıxacaq. 4'ü də daha doğrusu. 1, 2, 3, 4. Customer 1, 2, 3, 4. Customer çıxdı. İndi gəlirəm bura. Bu bizim nəyimiz verir? Array formatımız verir. Array format. Aydın olduğum için. Sual olan varsa bir dənə səsini açsın, başa düşəcəm. Burada yarattım. Massivin içinə həmin stringləri yığdım. For each üçün həmin stringləri oxucum. Başqa şey aydın deyil.
Aydınca devam edirəm. Düşürəm aşağı biraz. Və bunların adı manual artırılan. Yəni ingiliscəsində bu termin olaraq adı fixed size array. Fixed nə deməkdir? Yəni dəyişmir. Bunu verilince deməli bu qədərdir. Bu mən buradan gəlib artıra bilmərəm. Belə. Buradan manual artırdım. Bir dəqiqə düşüb buradan mən customers nöqtə baxın əl verəmirəm, artıramıram. Çünki deyirəm, verdiyin qədərəm. Ondan tərəfə gedə bilməz. Burası tipdə. Düşürəm. No built in method for searching, sorting or removing. Və search nə deməkdir? Bu dəqiqə sort eləməyə, axtarmağa, çıxartmağa uyğun deyil. Nəyə görə? Çünki özünün o verdiyi metodu yoxdur. Siz manual edirsiniz, manual çıxardırsınız. Amma gəlsən bura, customers nöqtə remove verməyə çalışıram. Yoxdur. Görsən, silə bilmirəm. Çünki hər şey burada manualdır. Yəni götürsək. Bu iş deyil də. Ki, qayıdır əmədir bura. Hard to manage dynamically. Yəni deməkdir, dinamik artırılması çətindir. Çünki hər şey indi manual artıra bilər deyə çox şey deyirlər. Manual. Gələrəm, artıraram, nə qədər istəyirəm. Amma hər şey mən bu sistemi yazsam. Sistem bilə bilmərəm. Baxın, məsələn, mən YouTube'da takipçi sayım hər gün artır. Yəni onu belə versin. Mən burada patlayacaq. Mən nə bilirəm, mən 4 tane takipçim olacaq. Peki milyonda olacaq. Peki 2 milyonda olacaq. Ona görə siz onu dinamik etməsiniz. Hər takipçi gəldikcə bu bazı yeri avtomatik genişlənsin, avtomatik böyüsün. Siz bir də əlinə belə şey yazmağa da heç sonra var. Okay. Bu mənası olur. Gəlirəm həmin izah. Və GCF mənası nədir? Java Collection Framework. Bu bir framework sayılır. Framework nədir? Yəni bir çərçivədir. Hansı bir çərçivəni götürürük, kodumuza tətbiq edirik. Bir yanaşma tərsi framework. Yəni gəldim bura. Bizim keçəcəyimiz collection içində list və set. Bu iki dənə keçlər. Gəlirəm bura. Yanaşarım. Bizdə o list nədir? Mənim bir list dəyərim var. Hansı ki nədir? Burada list interface. Listin altında 2 dənə class var. Hansı ki ondan implement edilir. Gəlirəm bura. Açdım. Array list, linked list. Hashtag linked list. Başlayalım simple, sadə bundan. Array listinə. Düşürəm aşağı. İkinci buranı izahdır. Bunun mənə verdiyi üstünlük nədir? Düşürəm aşağı. Yazıram. Array list. Üstünlüklərini də yazıram. Bax. Fast random access. Sürətli erişim. Sürətli erişim aralası. Amma dataları insert və remove-a görə daha az nadirən bu formata görə istifadə edə bilərsiniz. Daha çox istifadə olunur. Bu fast random access edir. Yəni sürətli datanı bir götürüb gətirir. Daha az istifadə olunur. Ona görə insert verir. Bir yaxınmışdım, insert edə, əlavə edə, verəsindən götürülməsi. O array listləri daha az istifadə edir. Array listi satırıq doldurursan, oxuyursan gətirirsən. Oxumağa görə gətirirsən. Yığın kimi də blank içən doldurup oxuyursan, oxuyursan. Bir hissəsi belə. Rows automatically when full. Bu mənası deməkdir ki, bu doluqluğu fulldur. Avtomatik olaraq öz daxilini genişləndirir. Yer edir ki, sən araya dataları yerləşdirə bilərsən. Sən durub manuallarla dataları yazmışsın. Bunu göstərir. Bir də access by index all1. Bu mənası deməkdir ki, O1 var, O n mərtəbələri var. O1. Bu mənasını bilən varsa, mən deməmişdən siz izah edin. Tam bilmişdim, mən izah edin. O1 nə deməkdir? O n nə demək? O-N var şöyle. O-N var, o nə deməkdir? Mənasını izah edin. O1 deməkdir ki, düz mütənasibdir ki, necə verirsən verir. Mən dəyərin böyüdü sayı. 25-ci tapırım, yenə eyni sürətə gətirir. 100-cü tapırım, yenə sürətə gətirir. 200-cü yenə sürətə gətirir. Amma o nə deməkdir ki, dataların sayı artması n qədər artır. Məsələn, datanın sayı 1 isə, atıyorum sürət 1. 100-ə qalsa sürət 100 dəfə keçir. Yenə qalsa 1 dəfə keçir. Yəni o məntiqidir. Demək ki, n vurulsun, belə işləyir. N vurulsun, ki, amma bir o demək ki, nə qədər artırsan artır, zaten 1 dərəcədə artır. Yəni eyni sürətli sənə dataları gətirəcək. Bu array list o bir məntiqi ilə işləyir. Array list işləmə məntiqi.
okey. Üstüne. Ərazisinin işləməsi belə. İlk elərim bura. Insertion removal in middle is open. Görürsən, o deməli ki, ərazisinin işləməsi yəni nələri? Search. Yəni, hər şey gətirməsi sürətlidir. Amma həmin bu insert remove temaları isə, yəni oraya əlavə etmək, oradan silmək, o məntiqi demişdir. Yəni bu nə deməkdir? Bunun içi böyüdükcə, genişləndikcə, içi böyüyüb genişləndikcə biraz daha qəlizləşir, biraz daha qəlizləşir. En qədər artırda, demək, en qədər qəlizləşir alır. Daha çətin olur. Data əlavə olması və data orada silməsi daha çox zaman alır. Okay, çünki index base bir vaxt hamısını bilir. Yəni bunun bir də ərazisinin əsas məntiqi nə idi? Dataları girib oradan oxumaq. İndeksə görə işləmək oxumaq. Düşünürəm də misal göstərirəm. Və gəlirəm bura. Bu yazdıqlarımı bir də ərazisini yazacağım. Və polimorfizm məntiqi istifadə edir. Polimorfizm nədir? Burada yadınızda var şəkildə. Ərazis nədir? Bir list. Ərazis implement deyir haradan listdən. Demək gəlirəm bura. Yazıram list. Bu formatda yazır. Bu da diamond. Birdən çıxaracaq. İçində mən tipini verəcəm. Burada tip nə idi mən string. Gəlirəm burada string verəcəm. String. Deməli bunun listin içindəki dəyərlər string olacaq. Üstünə basıram. Import edirəm ki, hər şeyi gətirsin. Import edelim ağardır. Yuxarı baxın. Import edelim. Java util.list klasından import edelim. Və verirəm ki, burada bizim dildə yazaq. Müştərilər bərabərdir. Üzr yazır. New array list. New array list. Hazırdır. Görürsünüz, burada manualsız dəyər ötürməyə məcbur oldunuz. İçinə ərinizlə. Burada heç nə verməmişəm. Bu olmur. Niyə? Çünki bu dinamik genişlənir. Dinamik genişlənir. Düşürəm aşağı. Deyirəm müştərilər nöqtədə əd verin diyorum. Burada əd var. Rəfsində əd yox. Əd nədir? Əlavə etdim. Əd verirəm. Sonra yazıram. Birinci müştəri mənə. Sonra ikinci müştərini əlavə edirəm. Görsən, əlavə edirəm. Mesela olsun burada. Kənan, nəbim. Zeynal. Gördüyünüz yəni dataları bu şəkildə əlavə edirəm və datalar böyür. Bunu siz istədiyiniz qədər əlavə edə bilərsiniz. Index auto exception almış. Çünki zaten bu dinamik böyüyür, dinamik genişlənir. Amma burada bax, burada olmur. Manual əli ilə əlavə etməliyik. Çünki bu nəyə yoxdur? Çünki customer-sının add metodu çünki yoxdur. Yəni fixed size var, fixed size'ləri. Düşdüm amma burada istədiyim bir dəyəri artıra bildim. Gördünüz, artırdım. Düşürəm bura, sistemə atıyorum. İfadəçi hər şey sildir. Kommentarım ki, mani olmasın. Sistemə atın için yazıram və müştəriləri atıram onun için. İndi ekran verəcəm. Ekran verirəm. Ana Kənan Zeynal və həmin. Görürük. Listin içine yığdı. Bu listi yarattım. Tipli də bu üzdür. Çünki obyektin içine girirəm. Obyekt tipi var deməli. Tipi yarattım belə. Add edədikcə bir dəyərləri haraya verdim. Bunun içine doldurdum. Bu format. Ötki verin massiv işarəsi gəldi. O massiv görürsünüz. Görürüz. Bracketləri görürsünüz. Açıq işarəsi. Massiv işarəsi. Hamısının içine girdim. Belə də oxudum. Belə də oxuya bilərsiniz. Belə də oxuya bilərsiniz. Bu bir oxumuş dərsidir. Bir də for işlə də oxuya bilərsiniz. Aydın məsələ. String verərik. Müştərilər. Belə də oxuya bilərsiniz. Fərqi nədir? Burada massivin içində gətirmiş dataları bayaq baxın. Bunların içində gətirmiş. Görürsünüz bunların içində. Amma indi onun içində gətirməyəcəm. Sərbəst gətirəcək dataları. Mətərdəsiz. Görürsünüz, mətərdəsiz gətirir. Fərqi o. Tek gətirir. Burada bu hissəsi. Okey. İndi keçirəm növbəti hissələrinə onu. Sonra nə var? Bizdə get var. Düşürəm aşağı. Sistem al. Müştərilər. Deyirəm ki, get-də, get göz, avtomatik mənim içəridə indeksdir. İndeks nədir? İndeks birinci, ikinci, üçüncü indeks. Mən deyirəm ki, get-də, deyir ki, Kənan gətirmişdir. Deməli, 0, 1, Kənan birdədir. Birə basacağım, yox. Sıra edəcəm, Kənan ekran gəlir. Kənan ekran gəlir.
Bu indeks based birəli təmin. Təbii ki, 0-1 kesim verilən bir şeysən bir məlumat gələcək. Bunda indeks based bu formatı gətirir. Və yaxud birincisi də var. Bu loopla gətirdiyim indeks based gətirirlər. Bunlar hamısı hansı məntiqlə işləyir? Məntiqlə işləyir. Loopun özü də hansı məntiqlə işləyir? Loopun özü də o bir məntiqlə işləyir və yaxın göstərilməsi o məntiqlə. Çünki yəni nə qədər artırsan artırır. Çünki eyni sürətlə gətirəcək. Okay. Fikirəm aşağı. Saxla. Başqa nə metod var bizdə? Remove var bizdə. Remove var. Məsələn, düşürəm bura. Deyirəm. Deyirəm müştərilər. Remove edirəm. Remove edirəm. İçəridə mənə nə istəyir? Obyekti görə remove edirəm. 2 versəm, məsələn, verilənsidir. Index based-ını verildirəm. İstədiyim formatı remove edirəm. Nə yazım bura? Remove. İkincisi məsələ. Deyir ki, analiz. İçine girirəm. Bax, bir obyekt gözləyir, bir də int. Obyekt nədir? Anar. Çünki niyə string? String nədir? Bir obyekt. Yəni intə yerləşir. String tool'un içində. Remove verəndə anar. İndi remove edəndən sonra əmin olmalı ki, həqiqətən anarı sildim. Bir dənə də option şeyi çapa verəcəm. Mətni təzini çapa verəcəm. Bax. Sildim, təzini obyektini alıyorum. Bir də anar olmayacaq orada. Görürüz. Kənar zeyli olmalı. Amma anar yox. Havada anar yox. Bu da okey. Burada true qaytarıb görürsünüz. True qaytarıb. Bu hardan qayıtdı? Çünki burada remove etmişəm. Əgər silirsə geriyə true qaytarır. Silmirsə false qaytarır. İçəridə anar bir dəyər var. Bax. Deməli true verdi. Yəni sildim. Çünki bax geriyə nə qaytardı? Bax. Remove geriyə buydu qaytarır. Deməli true false qaytarır. Bura mən yazsam anarlara versəm. Run deyəndə görək geriyə nə qaytarır? Bax false qaytarır. Niyə? Çünki deyir içəridə anar deyə bir dəyər yoxdur. Ona görə false qaytarır. Və görsən anaranı silmir. Çünki mən demişdim ki, nəyi sil? Anaranı sil. Belə bir dəyər yoxdur. Amma anar versiniz buna vurur, true olur. Run edirəm. Burada da məntiqlə işləyir. Index basis silə biləsən. Məsələn, atmaq ikinci silvəsdir. 0, 1, 2, zeynal sil. Run edirəm. Gördün, ana kəmərmiş qalır, zeynal sil. 2 eləyəndə amma geriyə görə nə qaytardı? Obyektin özünü qaytardı. Bax. Gördün, string qaytardı. String qaytardı. Yəni kimi silirsə onun adını götürüb geriyə qaytarır. Remove obyekti göndərəndə sənə true false qaytarır. Amma index göndərəndə həm sildiyi adam birbaşa adını qaytarırsan. Okey. Cavab verir. Bir dənə üzr istəyirəm. 2 saniyə. Bir saniye devam edelim. Bir saniye. Devam edərək deməli məsələn burada müştəriləri indeksə görə bir də 2 müştərilər bu aydın olur. Bir də genel sual. Burada aydın kimin nə sualı var mənə burada? Cənab Məhəmməd Zeynəb sual var.
Aydın Tamara. Bu kodların arasında bir sual var. Ha, bir dənə bir şey demədim. Bir də array listin içində duplikatlara icazə var. Bu duplikatlara icazə var. Bax, burada anarı 2 dəfə edirəm. Gördün, anar 2 dəfə gəldi. Bu komedi print yerində anar 2 dəfə gedir. Bax, run edirəm. Gördün, anarı 2 dəfə gətirdim. Duplikatlara icazə verir olacaq. İndi qayıdıram kesə təməlini ya. Bu bizə nə idi? Array list idi daha. Okay. Bu bizə array list. İndi keçəcəm. Linked listi. Şuradan aşağı. Linked list. Hansı ki ha budur. Bu linked list. Linked list yazdım. Gəlin bura. Bunun istifadəsi nədir? Bayaqçıların üstünlüyü nə idi? Array list. Cənab. Array list buradasan. Array listin üstünlüyü nə idi? Test random access idi, sürətli access var idi. Amma silmək, əlavə eləmək yoxdur. Silmək gec olur. Okay. Amma burada tamamilə tərsinədir. Burada fast, remove, insert, yəni sil, əlavə et. Burada sürətli. Amma o birisi daha ləng. Nəyə görə ləngi? Çünki burada indeks tabanlı işləyir. Yəni bir indekslərlə işləyir. Çünki adı üstündə nədir bunun adı? Linked. Linked nədir? Bir-birinə nodlar şəkildə bağlıdırlar. Linked. Yəni sənin linked listin içine yığacağın bu dəyərlərin hamısı bir-birinə necə belə bağlıdır. Belə bağlıdır. Yəni bu buradan silindisə, avtomatik belə boş qalmır. Bu gəlir onun yerini tutup belə qalır. Bir-birinə linked olaraq bağlıdır. Okay. Ona görə burada çox təsir edir. Linked listlərdə. Ona görə sən linked listlərin silinməsi, əlavə olması sürətli. Çünki index base verir. Silirsən həm anda gedir, həm gedir. Silib yoxsa əlavə edir. Okay. Gəlin ona bir example verəcəm. Bir də slow random access nə deməkdir? Random access array listdən müqayisədə daha sürət aşağıdır. Linked listlərdə. Slow random access. Okay. Slow random access. Okay. Bu da oyun məntiqini işləyir. Gördüm bayaqkında random access O1 məntiqini işləyir, yəni sürətli. Amma burada hal-hazırda faster insert remove O1 məntiqini işləyir. Okay. Bir tak. Buna da çalışacağım. Burada da ki random access ON remove insert ise O1 məntiqini işləyir. Bu da bu məntiqini işləyir. İndi gəldim linked listə. Düşürəm aşağı. Yaradıram. Eyni yaradılışlı linked list. Bunu yazmışdım. List ən sağda array list. Burada da solda list verəcəm. List. Niyə list var? Şəkillə gedək də. Şəkildə nə vermişdim burada? Array list bunun altındadır. Linked list bunun altındadır. Demək ikisi də nədir bunun altındadır. Ona görə mən koda gələndə list verə bilərəm. Verəcəm yenə də string. Okay. Eyni misal üzərindən niyə gedirəm ki, tam aydın olsun fərqləri. New, doğrusu buna verirəm. Linked list verirəm. Okay, linked list. Və insertionlar eyni formatdadır. Eyni formatda insertionlar. İndi əlavə edirəm buradan. Buradakı ayı götürəcəm. İşte burada. Okay. Şunu əlavə edim. Tamam. Şunu əlavə edim. Bitti. Burada print məntiqi eynidir. Yəni, düşəcək aşağı. Təbii ki, belə eləsəniz, müştəri qarı edərsəniz, print olaraq eyni şey çıxacaq. Bax. Bu dəqiqə array listin fərqi nə oldu? Bunun sadəcə option random access daha zəifdir. Amma remove və insert-ə görə index based access daha sürətlidir. Bunlar hamısı eyni formatdadır. Məsələn, bizdə bir nə var? Add var. Düşürəm aşağı. Eyni məntiq burada da var. Müştərilər, add. Bu add-in iki növü var. Biri var ancaq obyekti əlavə edirsən. Biri də var. Məsələn, bu obyekti əlavə eləmək nə deməkdir? Run edəndə var. Səməd əlavə eləmək. Səməd düşdü bura. Amma Səməd öz randomize olaraq istədiyi yerə əlavə elədi. Demək, Səmədi randomize olaraq istədiyi yerə əlavə elədi. Amma sən gəlib burada
Ad verəndə var, 2 metod var. Bir obyekt var, bir də ki, deyir obyekti əlavə elə, bir də hara istəyirsən ora əlavə elə. Hansı indeks? Və onu seçirəm. Deyirəm indeks olsun 0, birinci səmər olsun. Səmər. Yazına run edirəm. Görə səmərdə atdı istədiyi indeksi. Burada özün oynaya bilərsən. Gələrsən artıq, səmədi verəsən, içəri yaşa görürsən, artıq öz biləcəyin. Gələn istədiyin indeksi var edirsən. Set məntiqlər ki, hər arzular olur. Setin əsası əslində o arzulu olmasıdır setdə. Linked set, hashtagdə. Hə, settirdirsən. Yes. Bir də burada nə var? Remove first deməkdir, adı üstündə. İlk dəyəri obyektin içindən sil. Düşürəm içəri, müştərilər, nöqtə. Remove var. Remove first. Niyə tapmadı? Yoxdur mu? Artıq onun içində. First. Ya, deyəcəm əslində nə görəcəkdir? Remove. Sadəcə olaraq bu içində paketliyə yoxdur. Bu paketliyə olduğu üçün yoxdur. Yes. Versionlar fərqi var. Yəni bir dənə şeylə oynayaq bir yerdə. Bax, götürümür axı düzdür. Gəlirəm bura. Bir şey yoxlayacağım. Bax, gəlirəm ora. Project Structure-a girirəm. Koridorun yeddə qaldırım, bunu atıram. Bir etkilə bura qaldıracağım. Bir şey yoxlamaq üçün. Belə hansı versiyada tanıyacağım. Ən sadəsini. Gələcəm bura bir dənə sual verəcəm. In which version is this exists? Very short. Tell. Version deyəcəkdir. 21 gördür. 21-də dəstəkləyir. Gəlirəm bura. Görünmür axı. Gəlirəm bura versiyanı qaldıracağım. Keçirəm Project Structure-a. 21 və Liberica-da var. Bunlar hamısı JDK-larda Java Development Kitlər. Biz istədiyimizi ata bilərik də. 21 deyə, hansıda 20 olsun. Bir də ki, bu olsun. Ben de random bu. Apply of. Gördüm, açıldı. 21 dəstəkləyir. Amma başqa versiya dəstəkləmir. İçinə girirəm, görsən girirəm. Ama qaytarıram ara 17'ye. 17'ye sağlayacağım təzdən. Correct 17. O blok açıqdır, görmür. Görmə dəstəkləmir. Nəsə. Bir update kimi görə bilərsiniz. Gördüm, lazım oldu. Tap yazdım. Very short tail versiyonu uzatmasın. Second deyir. Götürdüm, tutdum, getdim. Belə şeyləri məsələn əzbər saxlamalı tezdir. Yataq. Gəldik bura. Task remove first və eyni anda print edib ekranını çıxardırsın. Bu da eynimədir. Yəni burada fərqli olan nə oldu? Insertion deletelər hamısı daha sürət. Random access o qədər də burada vacibiyet kəsmir. Hər listin üstünlüyü query, linked listin üstünlüyü də nədir? Budur. Fərqləri budur. Bunlar bizdə nə ilə bayaqdan baxdıqlarımız? Listləri, array və linked list. Bu iki dənə list idi. İndi keçirəm setə. Gəlirəm bura. İndi setlərə baxacaq. Set. Set is a collection that does not allow duplicate. Bu nə deməkdir? Set collection içəri duplikatları buraxmır. Əslində mən də öz aramızda bir misal göstərə bilərik. Yəni, ölkədə bir müştərinin atıram ID-si fərqli olur da. ID duplicate olmayacaq. Deməli, ID-də məsələn sən set verirsən. Ya da fin kodda set nə götürürsən ki, eyni müştərinin bir dənə ola bilərsən. Amma sən ölkədə adlar üzrə şey eləyəməsən də, adların datasını setə yığanmasın. Çünki anar adında 100 dənə adam var. Setə yığsan gərək hər ölkədə bir dənə anar. Amma mənasız. Unique list of registered users or IDs. Görürsən, unique ID-lər. Generation type-lar keçəcək gəziyyəti Spring dərsində, orada görəcəksiniz. Generate type-larda. Autoları. Okey. Şimdi bax, burada nə var? Hash set var bizdə. Birinci hash setə baxacaq. Sonra da linked hash setə baxacaq. Hash setin üstünlüyü nədir? Ha? Unordered unique collection. Hash set. Bax, yazıram. Hash set. Bu əslində gəzinin özü deyil. Sadəcə o qədər çox oxşardılar ki, fişkaların fransız rahatlığı, array,
Bununla